Şübhəm varmı? Mənim siyasətimə. Sarkisyan yaxşıydı, yoxsa mən? Sarkisyanı da söyərəm sənin ha. Əsəblərimlə oynayırsan ha. Xəbəriniz var, o deyək, Trump bizi Qəzza Sülh Şurasına üzv çağırır. Demək ki, biz düz yoldayıq, bizi də xeyrəşərə çağırırlar. Deməli yoldaşlar belədir, mən özüm İlham Əliyevlə, Trumpla oturup durandan sonra bizim qədərimizdə dəyişiklik yaranır. Göz dəyməsin, arada Sarkisyanınızı qaşıyın. Onda sən başın çatmırda, sən Sarkisyanı mənlə müqayisə edirsən. Abi Sarkisyan bu oyun yerə soğum. Kim olur ve Sarkisyan? Sarkisyan bizə nə qayırmışdı, nə eləmişdi? Hamı ilə bizi düşman eləmişdi. Ayarek 30 yıl Qarabağda süləndi. Ondan sonra getdi qanına bələndi. Elə Koçaryan olsun, Sarkisyan olsun, Ruben olsun. Hə sonra axırı nə oldu? Qoyun işləyək də. Prezident Xaçaturyan Davos'ta qəşəng bir söz deyildi. Deyib İlham Əliyev deyən sözdə heç nə əlavə eləyənmərik. Yəni elmi dildə demək istəyib ki, İlham Əliyev nə deyir odur. Nağar balıq hə. Bax, məsəl var ki, oğlu balıq istəyəni Sarkisyanı suda gələk. Macron'dan danışsan, amma Macron səndən bir dəfə kişi adamdır. Gene məni pis danışmağa vadar eləmə. Nədir, gez Trump'a deməliyim, Grenlandiyada nə işin var? Mənə lazımdır. Sən və səni kimlər fəsləsinə aid olanlar istəsə də istəməsə də sülh olacaqdır. Vızqırvaniya.